Bəzi bugün son zamanlar gündəmdə olan, trenddə olan, sevilən müğənnilər danışanda gözdən düşür. Bəzi adamlar öz qüsurunu bilsə yaxşıdır. Trenddə olsalar belə, mahnıları ilə seviliblərsə də danışmasınlar, elə oxumağa davam eləsinlər. Mən elə gəlir. Nə demək istəyən ki? Dedim də. Yox, mən bilmirəm. Siz başa düşdünüz? Burada kim başa düşsə desin, mən başa Nazilə deyəsən, bu show biznesi uje idarə eləmək istəyir. Nazilə. Bəli, Yox, eşi. idarə eləmək istəyir. De. Naziləni, nəinki Naziləni? O show biznesdə susuz axan lal sular var. Siz o görünüb, çox çağlayıb, daşıb, püskürənləri elə belədir, onlardır. O belə fıs eləyib yeraltı ilə gedənlər var. Onlar bilirsən nə edirlər? Onlar idarəçilik nədir? Onlar Naziləni hop anakonda kimi udarlar. Valla. Naziləni siz belə qışqırıb bağıran, çağıran görməyin. Nazilənin ürəyini mən bilirəm. Çox gözəl ürəyi var. Allahın olsun. Onun Nazilə məhdiyinə də hamı bələddir. Bəzi bugün son zamanlar gündəmdə olan, trenddə olan, sevilən müğənnilər danışanda gözdən düşür. Bəzi adamlar öz qüsurunu bilsə yaxşıdır. Trenddə olsalar belə, mahnıları ilə seviliblərsə də danışmasınlar, elə oxumağa davam eləsinlər. Mən elə gəlir. Nə demək istəyən ki? Dedim də. Yox, mən bilmirəm. Siz başa düşdünüz? Burada kim başa düşsə desin, mən başa Nazilə deyəsən, bu show biznesi uje idarə eləmək istəyir. Nazilə. Bəli, Yox, eşi. idarə eləmək istəyir. De. Naziləni, nəinki Naziləni? O show biznesdə susuz axan lal sular var. Siz o görünüb, çox çağlayıb, daşıb, püskürənləri elə belədir, onlardır. O belə fıs eləyib yeraltı ilə gedənlər var. Onlar bilirsən nə edirlər? Onlar idarəçilik nədir? Onlar Naziləni hop anakonda kimi udarlar. Valla. Naziləni siz belə qışqırıb bağıran, çağıran görməyin. Nazilənin ürəyini mən Çox bilirəm. gözəl ürəyi var. Allahın olsun. Onun Nazilə belə məhdiyinə də hamı bələddir.